devam edeceğiz. Təşəkkür edirik. Biz də sizdən güc alırıq. Alnın Pediatriya Poliklinikasından gəlibdir. Həkim pediatrımızdır, təcrübəli pediatrımızdır. Azərbaycan Tibb Universitetini bitirərək daha sonra Belçikanın Scientology Universitetində mübadilə proqramının iştirakçısı olubdur. Orada topladığı bütün bilik və təcrübələrini ölkəmizə gətirib və körpələrimizə. Ən çox biz onlara xidmət eləməliyik. Bizim sağlam gələcək çünki məhz körpələrdir. Bu kimi hallar soruşdum, qohum evliliyi idi, dedilər yox. Olur, baş verir. Amma gəlin biz bir infeksiyalardan danışaq. Mən ən çox qorxuram antibiotiklərdən. Hansı ki, bəzən məcburuq. Mövsüm elə mövsümdür ki, uşaqların əksəriyyəti xəstədir. Amma antibiotik vurulması nə dərəcədə təhlükəlidir, nə dərəcədə zəruridir? Şəlalə xanım. Olub, doğru. Atasının pis vərdişi var idi. Valideynlər hansı halda müraciət etsinlər həkimə? Buyurun Şəlalə xanım. Düzdür, bilirəm təsirli anlarda, amma toplanıb cavab verək. Ümumiyyətlə, mövsümlə bağlı, əlbəttə ki, payız-qış mövsümündə kəskin respirator virus infeksiyaları dediyimiz hallar çox rast gəlinir. Hər il olduğu kimi bu ildə kifayət qədər çox idi. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasında uşaqlar, xüsusən 5 yaşa qədər uşaqlar arasında xəstəxanaya yatışın 20% məhz bu kəskin respirator virus infeksiyalarının payına düşür. Antibiotik istifadəsinə gəldikdə isə antibiotik ümumiyyətlə insanoğlunun ən böyük kəşfidir. O barədə ki, sırf bakteriyal infeksiya mübarizə üçün, yəni əvəz edilməzdir, lazımdır, vacibdir. Lakin virus infeksiyalarının müalicəsində sırf virus öldürmək üçün antibiotiklərin heç bir yeri yoxdur. Yalnız o halda biz antibiotikə müraciət edə bilərik ki, artıq viral infeksiya başladıqdan sonra ikinci il olaraq bakteriyal infeksiya qoşulur, xüsusən körpə yaşlı uşaqlarda. Bu halda biz artıq antibiotiklərə müraciət edirik. Bu da yalnız həkim təyinatı ilə olmalıdır. Ailə özü, yəni valideynlər aptekdən müraciət edib, yəni antibiotikləri belə deyək, bilinçsiz şəkildə istifadə etməməlidir. Əks təsiri nə ola bilər bilinçsiz şəkildə istifadə etsələr? Həm uşağa əks təsir ola bilər ki, məsələn, müxtəlif allergik reaksiyalar ola bilər, ishal müşahidə oluna bilər və yaxud da müxtəlif qaraciyər, böbrək mənşəli fəsadlara gətirib çıxarda bilər. Həm də ümumiyyətlə bütün dünyada ən qorxduğumuz antibiotika direnç məsələsi gündəmdədir hal-hazırda, bütün qlobal bir problem olaraq, yəni bunu vurğulamaq istəyirəm. Çünki bəzən olur valideynlər bilinçsiz şəkildə dediyim kimi istifadə edirlər, antibiotik kursunu tam tamamlamadan, uşağın vəziyyəti yaxşılaşdıqdan sonra kəsirlər, yarıda buraxırlar və yaxud da düzgün dozada verilmir və bu halda bakteriyalarda həmin antibiotiklərə qarşı bir direnç formalaşır və müxtəlif digər infeksiyalar zamanı artıq növbəti mərhələlərdə bu, belə deyək, bakteriyalar antibiotiklərə qarşı bir yeni özünə müdafiə mexanizmi formalaşır. Və artıq gələn dəfə bu antibiotiklər təsir etməməyə başlayır. Yəni bu artıq bütün dünyada böyük bir qlobal bir problemdir. Bunun üzərində yəni durmaq istəyərdim. Diqqətli olmağa çağırıram hər kəsə. Biz yenə də tez-tez rast gəlinən respirator viruslardan sizlə danışacağıq. Uşaqlar mövsümdür. Əksəriyyəti qripdilər. Qızdırma var, öskürək var, enməyən qızdırma var, həftələrlə çəkən qızdırmalar var. Və bu halda dediyiniz, çünki o çox yaxşı məsələdir, kör-köranə biz müraciət edirik. Xüsusi bildiyimiz qızdırma salıcılar var, onları veririk. Və burada bir valideyn, normal düşüncəli bir valideyn necə davranmalıdır və hansı halda, hansı nə bilim qızdırma dərəcəsində uşağın hansı ağırlaşma dərhal həkimə gəlməlidir? Ümumiyyətlə, respirator virus infeksiyaları dediniz. Burada ola bilər ki, yüngül vəziyyətlər ola bilər. Məsələn, qızdırma 38 dərəcəyə qədər olduqda əslində heç bir şey yetmirik. Uşağa sadəcə virus mənşəli olduğu üçün bu infeksiyaların çoxu sadəcə simptomatik müalicə aparılır. Yəni, uşağa bol maye, istirahət rejimi və dediyimiz kimi qızdırma salıcılarla mütəmadi qızdırmalarını, belə deyək də, kontrol altında saxlamağa çalışırıq. Lakin 38 və üzərindədirsə qızdırma və direncli xarakter daşıyırsa, bəzən heç bu qızdırma salıcılar belə təsir göstərmir və 3 gündən artıq çəkirsə, yəni 72 saatdan çox çəkirsə, bu halda artıq həkimə müraciət olunmalıdır təbii ki və həkim nəzarəti altında müayinə və laborator analizlərin nəticələrinə əsasən bir müayinə və müalicə planı cızılır. Təşəkkür edirəm sizə Şəlalə xanım. Siz xoş gəldiniz bir daha və əgər pediatrla bağlı hər hansı bir sualınız olsa ki, bütün valideynlərin hər zaman verəcək bir sualı vardır, hər zaman 909-a müraciət edə bilərsiniz. Şəlalə xanımın yanına gedə bilərsiniz, uşaqlarınızı göstərə bilərsiniz. Yenə deyirəm, xarici təcrübəmizdir, gənc amma savadlı kadrımızdır və ona görə də balalarımızı elə onların dilini anlayan, onların nəvazişini çəkən həkimlərə etibar edə bilərik. Bir də sizə və Baku Medical Plaza'ya təşəkkür edirəm. Zaman gəldi, çatdı. Çünki yenə deyirəm, o uşaq